Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünə məşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və sair fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar. İşsiz idim, dostlarım məşğulluğun bu özünə məşğulluq proqramından faydalandı. Mən də bu özünə məşğulluq xidmətinə qoşuldum. Təlimlərə cəlb olundum və uğurla bitirdim. Bugünkü gündə də avadanlıqla təmin olunmuşam. İnşallah öz biznesimi qurub fəaliyyət göstərəcəyəm. Müharibədən qayıtdıqdan sonra özümə iş olaraq, yəni bərbərlik sənətini seçdim. Həmin vaxtlarda imkan olmadığım üçün kirayə avadanlıqlar götürüb istifadə edirdim. Sonra dostlarımdan, tanışlarımdan eşidirdim. Yəni bu Dövlət Məşğulluq Agentliyinin belə bir verdiyi avadanlıqlar var. Gedib müraciət etdim. Təlimlərə məni cəlb etdilər. Təlimləri uğurla bitirdikdən sonra avadanlıqları götürməklə bağlı məni çağırış etdilər və indi hal-hazırda avadanlıqlarımı götürməyə gəlmişəm. Çox sağ olsun, dövlətimizdən razıyam, minnətdaram hər şeyə görə. Qeyd edək ki, Vətən müharibəsindən sonraki dövrdə 13.350-yədək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünə məşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.